Bugün yolumuz Laçının Əhmədli kəndinədir. Bura bizim üçün adi bir kənd deyil. Qaynatamın doğulduğu, uşaqlıq illərinin keçdiyi, ailəmizin köklərinin olduğu doğma torpaqdır. İllər sonra onun doğulduğu yerləri görmək, bu torpaqda adımlamaq bizim üçün tamam başqa hissdir. Gəlin birlikdə Əhmədliyə gedək və bu torpağı sizə də göstərək. Yaxşı yapar. Olmaz böyle biri. Olmaz. Şam yolcuda da var. Neyin? 4 tane de. Təbii qazlı su, mineral. Bunlar təmiz su. Əhmədli bulaqları ilə məşhur olan kəndlərimizdəndir. Bu bulaqlardan bəziləri mineral tərkiblidir. Müalicə məqsədi ilə istifadə olunan sular kimi tanınıb. Hal-hazırda gördüyünüz bulaqda da mineral sudur. Həqiqətən də o qədər ləzzətlidir ki, istikcə adam içmək istəyir, doymur sudan. Bulağın yanında şəhidlərimizin də şəkilləri, xatirəsi əbədiləşdirilib. Əhmədli şəhidləridir. Allah hər birinə rəhmət eləsin. Əhmədli kəndinin yaxınlığında belə Bozlu şəlalə də deyirlər, Qalaçı şəlaləsi də deyirlər. Ora gəlmişik. Gəldik, günorta yeməyimizi burada yeyək. Təbiəti zibilləməsələr daha yaxşı olar. Burada pis görüntü yaranır. Yeməyimizi evdə hazırladıq bebiylə. Gəldik. Burada elə masa tapdıq belə. Burada oturaq. Günorta yeməyimizi yeyək. Vermə qarma. Bir qabını vermə. Ma, sən tapıb ver. Bu da şəlalənin özü, Bozlu şəlaləsi. Çıxdım düz yanına, sizin üçün daha yaxından çəkim. Sadəcə möhtəşəm. Həli. Elə mama. Gəlin. Hə? Bura isə Laçının məşhur isti suyudur. Dağların qoynunda yerləşən bu təbii mineral su mənbəyi Laçının gözəl təbiətinin ən maraqlı məkanlarından biridir. Laçına gəlib isti suyu görmək, bu gözəlliyi öz gözlərinizlə görmək, yaşamaq tamam başqa hissdir. Neçə kilometr hündürlükdə yerləşir burada, isti suda, dağların qoynunda. Bir tərəfi quruyub isti suyun, bir tərəfdən indi qazıblar belə, buna baxın, qaynayıb çıxır, qazlı sudur, isti su. Həqiqətən də istidir, o biri suları içirsiniz. Bulaq suyu, mineral suları soyuqdur, amma bu isti su istidir, amma mineral sudur. Başqa cürdür dadı, ilıq. Çox isti deyil, ilıq da, yəni sərin deyil. Yerdən qaynayıb çıxır. Burada əvvəl isti suydu, bir yuxarı çəkdiyim yer, bir də buradaydı. Bayaq göstərdiyim yerdən o balaca çıxan yer, oranı qazıblar deyə dedilər, bura quruyub. İndi oradan çıxır, turbadan. Hələ tam düzəltməyiblər də üstün. Bir də yerdən qaynayıb çıxır. Məbədi var. Şəhidimiz varmış. Ağoğlan məbədi, Alban məbədidir. Dəqiqə hanım, hə bura. Ben bu son ağadan da göstərmək çəkərsin. Çok oluyor böyle dayanık kimde onu?
Hə, görünməyəcək. görsənmir. Aşağılardadır. Aşağı. Az görsən, nə şəlaləsi? Şırran deyirlər. Şırran Böyle şəlaləsi. 2 dənə bir şey olacaq. Tabii ben atamazdan bildiğim. Sen mi? Az görsən. Şırran şəlaləsi. Ha.